Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Bu dəfə çatdıracağımız mövzu birlik və bərabərlik haqqında olacaq. Allah həmd olsun ki, Allah subhanətə bizləri bu cümədə bir araya gətirdi. Ümumiyyətlə, cümə sözünə biz baxdığımızda, cümə sözü cəmət sözündən törəmişdik. Yəni, cəm olmaq, bir araya gəlmək, bir yerdə Allah'ı zikr etmək. Niyə? Çünki bərəkət birlikdədir. Və İslam dininin gəlişi də insanları bir araya gələrək parçalanmamağa və bir sabit yol üzrə olmağı İslam dini bizdən istəyir. Və biz Quran ayətlərinə baxdığımızda və hədis şərifə baxdığımızda hər biri durmadan bizi ona çağırır. Və Allah subhanahu da Quran-ı Kərimdə buyurur ki, biz sizi bir kişi və bir qadından yaratdıq. Biz bu ayətə diqqət etsək, bu ayətdə Allah subhanahu da bütün cəmi işarə edir. Biz sizi bir kişi və bir qadına idarə etdik. Yəni, dünyada olan bütün insanlar bir insandan törəyiblər. Yəni, hər kəs bir-birinə qohumdur. Öz yaxın qohumumuzu necə istəyirsə, necə ona yaxın oluruqsa, bütün müsəlmanlara qarşı, bütün insanlara qarşı da Allah subhanahu wa ta'ala bizdən bu cür münasibət qurmağımızı istəyir. Və yaxud da qeyri, yəni başqa, amma kitab gəlmiş din olanlar, yəni kitab verilənlər din sahibləri, Hristiyan olsun, Yahudi olsun, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, ya Rasulum söylə, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan, fərqi olmayan bir kəlməyə tərəf gəlin. Sizinlə bizim aramızda cəm olan bir kəlmə var. La ilahe illallah. Və buna sarı gəlin. Və yaxud da Allah subhanahu wa ta'ala başqa da buyurur ki, başqalarının da dininə, inancını söyləyin ki, onlar da cəhaləti üzündən sizin dininizi, inancınızı söysünlər. Bu, kimsə başqa bir şeyə inana bilər, kimsə inancı fərqli ola bilər, düşüncəsi fərqli ola bilər. Ağıllı insan, mənim fikrim doğru deyən insan deyil. Ağıllı insan hər kəsi dinləyən insandır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bizə bunun da misalını çəkir. Musa Peyğəmbəri Fironun yanına yollayarkən nə dedi? Ey Musa, get Fironu haqqa dəvət elə. Və Musa Peyğəmbər Fironun yanına gələcək, deyəcək Firon, sən fikrində haqlı ola bilərsən. Amma sənin yanlışdır fikrin. Öz fikrində haqlısan. Bəli, sən bir fikir olaraq bunu yürütsən, bu haqlı. Amma o fikrin yanlışdır. Və gəlmişəm ki, səni təmizləyim. Və İslam dini bizdən də bunu istəyir ki, bir yanlış yolda olan din qardaşımızı qırıb dağılaraq deyil. Qardaş, sənin bu söylədiyin söz sənə görə düz ola bilər. Amma şəriətə müxalifdir bu sözün. Və bu səviyyədə İslam dini bərabər ola bilər. Və Allah subhanahu wa ta'ala yenə başqa da buyurur ki, həqiqətən möminlər qardaşdır. Buna görə də iki qardaşınızın arasını düzəltməyə çalışın. Və bizim işimiz tək özümüzlə deyil, din qardaşlarımızın arasını düzəltməklə mükəlləfik. Niyə? İki din qardaşımızın arasını düzəldir. Niyə? Bizim birlik və bərabərlik üzrə olmağımızı istəyir. Biz bunun yaşantısını şimdi görürük. Allah Resulü sallallahu aleyhi ve sellem'də. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məkkədən çıxıb Mədinə hicrət edən kimi ilk işi nə oldu? Muhacir və ənsarlar arasında qardaşlığı yaratmaq. Hətta qaynaqlara keçir ki, 186 ailə arasında bu qardaşlığı yaratmışdı Allah Resulü. Artıq bunlar birbirine qardaş idi. Nə dedi? Ey qardaşım, malımın, mülkümün yarısı səni götür, apar. Evimi istsən, evimi verim sənə. Amma bu birdən-biri olmadı. Allah Resulü sallallahu aleyhi ve sellem bunu öz həyatında bu bərabərliyi yaşadı və insanlar onun yaşadığını gördü deyə onlar da birlik və bərabərliyə gəldi. Bugün biz yaşamayaq, danışaq, bunun bir mənası olmaz. Çünki Allah subhanahu wa ta'ala nə buyurur? İnsanlara əmr edirsiniz, özünüz əməl etmirsiniz. Bu birlik və bərabərliyi qorumaqdan ötürü birinci özümüz addım atmalıyıq. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bütün peyğəmbərlərin qissəsini bizə çatdırarkən nə buyurur? Onlar irşad edicidir. Və son peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem dedi, ey libasına bürünüb peyğəmbər, qalx və qorxut. Get, o insanları sən get və haqqı çatdır. Amma haqqı çatdırarkən də qırıb dağıdıcı deyil. Haqqı çatdırarkən insanlara yumuşaq bir səviyyədə çatdırasan. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur, həqiqətən möminlər dində qardaşdırlar.
Yəni bir qardaşımıza qarşı qəlbimizdə bir kin varsa, o qardaşımızı çağırıb haqlı olan deyəcək. Qardaşım, sən bu yolda yanlışsan və sən mənim inancım bu yolda zədələyirsən. Namaz qıla bilərsən, ibadət edə bilərsən, amma yanlış ibadət edirsən. Sən ibadətin yanlışdır, sən düz yolda sən kafirsən. Xeyr, bunu istəmir İslam dini istəmir. İslam dini bizə deyir ki, o din qardaşınıza gözəl bir şəkildə çatdırasınız. Həsən və Hüseyin, Peyğəmbər sallallahu aleyhi ve sellem iki nəvəsi, cənnət gənclərin əfəndisi. Bir gün bunlar dəstəmaz alarkən bir qoca kişini görürlər. Və bu qoca kişi düzgün bir şəkildə dəstəmaz alır. Həsən və Hüseyin gəlir onların yanına və qoca kişiyə yaxınlaşıb deyirlər ki, Ağsaqqal, biz qardaşımla aramızda dəstəmaz almaq üzrə mübahisə etmişik. Olar ki, biz dəstəmaz alaq, sən bizə bax. Hansımız düzgün dəstəmaz alırıq, hansımız düzgün dəstəmaz almırıq, onu bizə öyrət. Qoca kişi deyir ki, bəli. Və bu dəstəmaz alıb qutarandan sonra Ağsaqqal bu ki, oğul, siz hər ikiniz gözəl dəstəmaz alırsınız. Yanlış dəstəmaz alan mənim. O Ağsaqqala demək ki, sən yanlış yoldasan. Birlik və bərabərlik budur. Birlik və bərabərlik kimsə qırıb dağıtmaq deyil. Kimsə sən yanlışsan, sən bu 60 il ibadət edən bir şəxsə sən bu gün durub desən ki, sən haqq yolda deyilsən, əlbəttə ki, sənə qarşı çıxacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem'in həyatına biz baxdığımızda 13 il Məkkə dönəmində Allah Resulü sallallahu aleyhi ve sellem Səfa və Mərvə təpələri arasında səy göstərərsən, sahabələr deyir ki, Allah Resulü bütlərin arası ilə gedib gəlirdi. Bütləri aşıtmırdı ki, buranı təmizliyin. Xeyr. Allah Resulü sallallahu aleyhi ve sellem birinci nə edir? İnsanların içində bütləri çıxartdı. Və ondan sonra müsəlman birliyi və bərabər yoldur. Hətta sahabələr nə deyir? Ey Allah Resulü, anam və atam sənə fəda olsun. Və bir sahabə bir qadın, Uhud döyüşü əsnasında, o birliyin nəticəsi ki, Allah Resulü yaşatdı. Uhud döyüşü əsnasında Hz. Peyğəmbər sallallahu aleyhi ve sellemin şəhid olduğunu eşidir. Və evindən qaçaraq çıxır və meydana yaxınlaşır. Və meydanda üzü üstə yatmış bir şəxsi görür. Qalxızır və görür atası. Deyir ki, əlhamdülillah, atam şəhid oldu. Və bir müddət gedir irəli. İrəli gedəndən sonra bir yatmış şəxsi görür. Qalxızır, üzünə baxır, görür o öz əri. Deyir ki, əlhamdülillah, bu da şəhid oldu. Və biraz gedəndən sonra bir gənc görür. Bununla qalxızır, öz oğlunu görür. Deyir ki, əlhamdülillah. Və Allah Resulü sallallahu aleyhi ve sellemin olduğu yeri görür. Və sevinərək gəlir, deyir ki, ey Allah Resulü, vallahi sizin yanınıza gələnə qədər atamın da, ərimin də, evladım da, üçünün də şəhid olduğunu gördüm. Amma vallahi onlar məni üzməz ki, sizin şəhid olmanız məni üzərdir. Çünki aramızdan gelirsiniz. O birlik idi ki, bir qadın atasın, həyat yoldaşın və evladın, bir qadına ən çox əziz olan 3 qism var. Atası. Ondan sonra gəlir həyat yoldaşı və evladı. Üçünün də itirilməsini görür, əlhamdülillah deyir. Amma Allah Resulü sallallahu aleyhi ve sellem şəhid olmasını görə sevinir. Bu birliyin nəticəsi idi. Və İslam dini bizdən də bunu istəyir. Ki, din qardaşlığından bərabər olsun. Amma o birlik, cümə günü gəldik, eyni safda durduq. Namaz qıldıq, dağıldıq, getdik deyil. Bir qardaşımızın dərdi varsa, onun dərdinə dərdlənəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, möminlər bir binanın kərpisləri kimi olmalıdır. Bir binanın kərpisləri necə girintili, çıxıntılıdırsa, bir-birlərini möhkəm saxlayırsa, möminlər də o şəkildə olmalıdır. Və bir möminin dərdi varsa, o dərddən bütün ümmət dərdlənməlidir. Mənə nə? O müsəlmanın işi deyil, o mömin işi deyil. O, qeyri-ənəvi cəryanların işidir. Qeyri-ənəvi dinin mənsubların işidir. Amma bizim işimiz o din qardaşımızın ən azından göstərməli ki, biz sənin tərəfindəyik, əziz qardaş.